yumuşaq sinnabonlar edirik. Keçid edək hazırlanmasına. İlk öncə 1 stəkan süd, 250 qram kərə yağı, maya, 1 yumurta, yarım stəkan, əgər şirin istəyirsinizsə xəmir olsun, 1 stəkan da şəkər tozu əlavə edə bilərsiniz. 5 stəkan da un əlavə edirəm. Onu da qeyd edim ki, 1 çay qaşığı duz da əlavə eləmişəm. İndi 1 paket vanilin də əlavə edəcəm. 1 paket də vanilin əlavə elədim. Və xəmirimi yoğururam. Hazırdır. Yumuşaq hamar xəmir əldə eləmişəm. 1 saat mayalanmağa qoyuram. Xəmirim mayalanıb. İndi açıram. Xəmirimi açdım. Yağlı xəmir olduğu üçün açmaq çox asandır. İstəsəniz biraz undan da istifadə edə bilərsiniz. Mən amma istifadə etmədim. İndi üzərinə şəkər tozu əlavə edəcəm. Şəkər tozunu əlavə elədim. Buna normalda darçın da vururlar, amma mən darçın istifadə eləmirəm. Kakaomuzu əlavə edirəm. Kakaomuzu da əlavə etdim. Rollarımız hazırdır. 1-10 dəqiqə bu şəkil yenə mayalandırırıq. Sonra 180 dərəcə sobada yarım saat bişiririk. Videomu bəyənib şərh yazıb səhifəmi izləməyi unutmayın.